Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər. Prezident açıqladı. Putin niyə o detala diqqət çəkdi? Paşinyanı tədirgin edən həmin an. Pezeşkiyan Əliyevə zəng etdi. Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçirəcək. Qarabağdakı bu yol ödənişli oldu. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi ödənişli avtomobil yolu kimi müəyyən edilib. Nazirlər Kabineti bu barədə qərar verib. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışa dair birinci dövlət proqramına əsasən yeni tikilən 81,7 kilometrlik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi ödənişli avtomobil yolu kimi müəyyən edilib. Ödənişli avtomobil yolunun başlanğıc və son nöqtələri də bəlli olub. Belə ki, yolun başlanğıc nöqtəsi M6 Hacı Qabul Bəhramtəpə Mincivan avtomobil yolunun 157-ci kilometri, son nöqtəsi isə Əhmədbəyli Füzuli Şuşa avtomobil yolunun 100,5-ci kilometri müəyyən edilib. Tarif Şurası ödənişli avtomobil yolu ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləğini avtomobil yolunun dərəcəsini nəzərə alınmaqla təsdiq edəcək. İmzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq Türkiyənin Qars şəhərində keçiriləcək Heydər Əliyev 2026 birgə təliminə hazırlıq məqsədi ilə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib. Bu barədə Telegrafa Müdafiə Nazirliyindən məlumat verilib. Əlahiddə ümumqoşun ordunun qərargahından hərəkətə başlayan bayraq takımı Naxçıvan şəhərindən Sədərək sərhəd keçid məntəqəsinə, Araz çayı üzərindəki Ümid körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda Türkiyənin bayraq takımı da Qars şəhərindən mərasimin keçiriləcəyi ünvana doğru yürüş edib. Ümid körpüsündə Azərbaycan Respublikasının dövlət himni və Türkiyə Respublikasının istiqlal marşı ifa edildikdən sonra bayraqların dəyişmə mərasimi olub. Qeyd edək ki, təlimin keçirilməsində məqsəd müasir döyüşün prinsiplərinə uyğun birgə əməliyyatların planlaşdırılması və icrası, koordinasiyanın təşkil edilməsi, döyüşün hərtərəfli təminatı üzrə təcrübə mübadiləsinin aparılması və şəxsi heyətin bilik və bacarıqlarının artırılmasından ibarətdir. Təlimin planına əsasən müxtəlif şəraitlərdə döyüş, eyni zamanda xüsusi tapşırıqlar icra olunacaq. Aprelin 2-də İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyan Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə zəng edib. Məsud Pezeşkiyan Azərbaycanın İrana göstərdiyi humanitar yardıma görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Prezident İlham Əliyev ölkəmizin İrana göstərdiyi humanitar yardımın davam edəcəyini deyib, yaxın zamanlarda növbəti humanitar yardımın göndəriləcəyini vurğulayıb. İranda vəziyyətin kəskinləşməsindən narahatlığını ifadə edən dövlətimizin başçısı həlak olan İran vətəndaşlarına Allahdan rəhmət diləyib. Prezident İlham Əliyev qarşıdurmanın tez bir zamanda sona çatmasını arzuladığını deyib. Telefon söhbəti zamanı regionda sülhün tezliklə əldə olunmasının zəruriliyi vurğulanıb. Kremldə Nikol Paşinyanla görüşdə bir daha sübut olundu ki, Vladimir Putinin Ermənistanın siyasi meydanında namizədləri var. Telegraf xəbər verir ki, bunu erməni siyasi şərhçi Harutyun Mıqtırçyan deyib. Ekspert Rusiya liderinin hazırda həbsdə olan erməni əsilli Rusiyalı iş adamı Samvel Karapetyanın namizədliyini dəstəklədiyini bildirib. Karapetyanın həssas məsələ olduğunu deyəndə tərəfdarlar əsəbləşir, panikaya düşürdülər. Əgər ona Putinin özü zəmanət verirsə və üstəlik Rusiyada milyonlarla kapitalı var, o necə Ermənistanın maraqlarından danışa bilər? Bu qədər açıq danışdığı üçün Putinə təşəkkür edirəm. Rusiyada yaşayan ermənilərin Nikol Paşinyana qarşı fəaliyyətlərinə toxunan Mıqtırçyan söyləyib. Rusiyadakı erməni elitası öz şərəfini rubla satıb milliyyətini və dilini inkar edir. Utanın, yerə girin. Əgər cəsarətiniz varsa, kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı barədə danışın. Bir tikə çörəyə görə hər şeyi danırlar, qorxurlar. Rusiyadakı ermənilər Ermənistana qarşı istifadə olunan alətə çevriliblər. Bunu qulaqlarında sırğa etsinlər. Aprelin 1-də Kremldə Vladimir Putin Nikol Paşinyanla görüşdə Samvel Karapetyanla bağlı məsələyə diqqət çəkib. Putin qeyd edib ki, Ermənistanda qarşıdan gələn seçkilərdə iştirak etmək istədiyini bildirən və Rusiya pasportları olan şəxslərin olduğunu və onlardan bəzilərinin həbsdə olduğunu bilir. Bu sizin qərarınızdır, amma biz istərdik ki, Rusiya pasportu olanlar daxili siyasi proseslərdə iştirak edə bilsinlər.
Ermənistan baş nazirinin Rusiya prezidentinə cavabı isə belə olub. Diqqətinizi ona çəkmək istəyirəm ki, bu seçkilərdə ancaq Ermənistan pasportuna malik vətəndaşlar iştirak edə bilərlər. Başqa sözlə desək, Ermənistan konstitusiyasına görə Rusiya pasportuna malik şəxslər nə deputatlığa, nə də baş nazirliyə namizəd ola bilərlər. Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-sində keçiriləcək. Zəngəzur dəhlizində avtomobil yolunun 90%, dəmir yolunun 70%-i tamamlanıb. Teleqraf xəbər verir ki, bunu Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edərkən söyləyib. Dövlət başçısı bildirib ki, bugün qarşıda duran əsas məsələlərdən biri nəqliyyat, logistika, tranzit imkanlarını genişləndirməkdir. Prinsip etibarilə buna hər zaman ehtiyac var. Çünki ölkələrimizdən keçən orta dəhliz hər birimizin marağına cavab verir. Xüsusilə indiki geosiyasi vəziyyətdə orta dəhliz, Transxəzər dəhlizi, Zəngəzur dəhlizi, bu istiqamətdə olan digər layihələr daha böyük önəm daşıyır. Yəqin ki, bugün Azərbaycan tərəfi bu məsələ ilə bağlı məlumat verəcək. Azərbaycan ərazisində işlərin böyük hissəsi artıq görülüb. Həm dəmir yolları, Bakı ticarət limanı, digər avtomobil yollarımız, hava limanlarımız, bütün nəqliyyat infrastrukturu hazır vəziyyətə gətirilib. O ki, qaldı Zəngəzur dəhlizinin icrasına, orada avtomobil yolunun təqribən 90%, dəmir yolunun isə təxminən 70%-i hazırdır. Ümid edirəm ki, yaxın gələcəkdə bu layihə tam icra ediləcək. Bilirik və çox şadıq ki, Türkiyədə də Qars-Naxçıvan dəmir yolunun tikintisinə start verilib. Beləliklə, bu layihələrin uzlaşdırılması, koordinasiya şəklində icra edilməsi yeni bir önəmli beynəlxalq dəhliz açacaq. Bu, orta dəhlizin bir qolu olacaq və bizim inşa etdiyimiz dəmir yolu infrastrukturu birinci mərhələdə 15 milyon ton yükün daşınmasına hesablanıb. Amma gələcəkdə bu arta bilər və yəqin ki, artacaq. Hər halda 15 milyon tonluq yeni dəhlizin açılması həm ölkələrimiz, həm də geniş coğrafiya üçün böyük önəm daşıyır. Biz yenə də burada çox ciddi və məsuliyyətli mövqe sərgiləyirik. Həm öz maraqlarımızı təmin edirik, həm də dünya üçün yeni nəqliyyat yollarını təqdim edirik. Yəni bu bir daha göstərir ki, bizim ölkələrimizin və təşkilatımızın məramı sülhə, əməkdaşlığa, əminamanlığa, qarşılıqlı hörmətə və qarşılıqlı maraqlara yönəldilib.